Salam aleykum. Bugün 30 Ramazan 40 tövsiyə kitabının növbəti hissəsini oxuyacağım. Başlığımız Ramazan son 10 günü və Qədr gecəsinin fəziləti. Ramazanın son 10 günü və Qədr gecəsinin fəziləti. Ramazan ayının 27-ci gecəsinə düşmə ehtimalı olan Qədr gecəsi xeyirli hadisələrlə zəngindir. İnsanlara dünya və axirət xoşbəxtliyinin yollarını göstərən, bəşəriyyəti zülmətdən qurtarıb nura qovuşduran müqəddəs kitabımız Qurani-Kərim Ramazan ayında Qədr gecəsində nazil olmuşdur. Bəşəriyyətin hidayət rəhbəri Qurani-Kərim kimi müqəddəs kitab belə bir gecədə nazil olmaqla onu şərəfləndirmiş, şənini ucaltmışdır. Qədr gecəsi ən feyzli və bərəkətli gecədir. Qurani-Kərimdə bu gecəyə ayrıca surə həsr edilməsi də onun dəyərini və müstəsna yerə sahib olduğunu göstərir. Belə ki, Qurani-Kərimin 97-ci surəsi Qədr surəsi adlanır. Bu surədə Qədr gecəsi ilə bağlı belə buyurulur. Həqiqətən biz onu, Quranı, Qədr gecəsi nazil etdik. Qədr gecəsinin nə olduğunu bilirsən? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh, Cəbrail hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıqdır. Qədr surəsi 97-1-5. Digər surədə Quranın nazil olduğu bu gecə haqqında belə buyurulur. Hamim. Haqqı batildən, halalı haramdan ayıran, açıq aydın kitaba and olsun ki, biz onu mübarək bir gecədə, Qədr gecəsində nazil etdik. Çünki biz haqdan üz döndərənlərə xəbərdar edirik. Hər bir hikmətli iş o gecə hökm, ayırd olunur. Dərgahımızdan bir buyruq olaraq həqiqətən elçiləri biz göndərdik. Sənin Rəbbindən bəndələrə bir mərhəmət olaraq. Şübhəsiz ki, o hər şeyi layiqincə eşidəndir, hər şeyi biləndir. Duxan surəsi 44-1-6. Xülasə, Qurani-Kərim Qədr gecəsi nazil olmuşdur. 1000 aydan daha xeyirlidir. Bu gecə bir illik hadisələr əzəli qədərin ana kitabından götürülüb, adiyyatı mələklərə bildirilir. Bütün bunlar Qədr gecəsinin necə dəyərli olduğunu göstərir. Cəbrailin əleyhissalam digər mələklərlə bu gecədə yer üzünə enərək Allaha ibadət edən qulları salamlaması və bu gecə dan yeri ağarana kimi əminamanlıq və salamatlıq olması da ilahi rəhmətin bir təcəllisidir. Şair bunu necə gözəl ifadə edir. Haqqın ən parlaq nuru təcəlli etdi. Doğdu Quran günəşi, fətrət gecəsi bitdi. İki peyğəmbər arasındakı dövr və səmavi hökmlərin gəlmədiyi dövr, fətrət. Buxarinin bir çox rəvayətlərinə görə Qədr gecəsi böyük ehtimalla Ramazan ayının son 10 gecəsindən birinə düşür. Çünki sevgili Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayının son 10 günündə həmişəkinə nisbətən daha çox ibadət edər və ailə üzvlərini də ibadət üçün oyadardı. Alimlərin böyük əksəriyyəti Allah Rəsulunun rast gəldiyi Qədir gecələrinə dair rəvayətlər arasından 27-ci gecəyə dair rəvayəti qəbul etmişlər. Buna görə də Ramazan ayının 27-ci gecəsi Qədr gecəsi kimi qeyd olunur. 1000 aydan daha xeyirli olan bu gecə Uca Allahın qullarına bir lütfüdür. Şübhəsiz ki, Qədr gecəsi görmək biz möminlər üçün böyük səadətdir. Buna görə də onu gözəl şəkildə dəyərləndirmək lazımdır. Qədr gecəsini ibadətlə keçirmək böyük qazanc sayılır. Çünki bu gecə edilən ibadət 1000 ayın ibadətindən daha xeyirlidir. Allah Rəsulü sallallahu aleyhi və səlləm bu gecə haqda buyurur. Kim fəzilətinə inanaraq və savabını umaraq Qədr gecəsini ibadətlə keçirərsə,
keçmiş günahları bağışlanar. 83 ildən 1000 aydan daha xeyirli olan mələklərin yer səmasına axın-axın endiyi bu gecəyə xas xüsusi ibadət yoxdur. Bu gecəni namaz qılmaqla, Qurani Kərim oxumaqla, tövbə və istiğfar etməklə, dualarla əhya etmək daha məqsədə uyğundur. Qəza namazı olanlar ən azı bir günün qəza namazını qılsalar yaxşı olar. Beləcə həm namaz qılmış, həm də bu gecəni əhya etmiş olarlar. Namaz borcu olmayanları isə nafilə namazı qılmaqla savab qazana və gecəni dəyərləndirə bilərlər. Allah Rəsulü sallallahu aleyhi və səlləm bu gecəni namaz qılmaq, Quran oxumaq, dua və təfəkkür etməklə keçirmişdir. Ümumən Ramazanın son 10 gününün gecələrini əhya etmişdir. Ailəsini ibadət üçün oyatmış və daha çox ibadət etmişdir. Bizlər də bu gecələrdə çoxlu Quran oxuya, yuxudan keçib namaz qıla, həyat yoldaşımızla, dostlarla, qohumlarla bir yerə yığışıb, cövşən oxuya və dua edə bilərik. Allah Rəsuluna sallallahu aleyhi və səlləm çoxlu salət və salam oxuya, Allahı gözəl isimləri ilə təsbih edə bilərik. Ehtiyacı olanları hədiyyə və s. ilə sevindirə bilərik. Adi günlərlə müqayisədə tövbə və istiğfarı çoxaldıb ibadətimizi taclandıra bilərik. Qurani Kərimin yer üzünə nazil olmağa başladığı bu gecədə çoxlu Quranı oxumaqla o uca kitabın şəfayəsinə nail olmaq mümkündür. Bu mövzuda Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurur. Quran oxuyun, çünki o qiyamət günü onu oxuyanlara şəfayətçi olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu gecədə oxunan bir duanı da həyat yoldaşı Həzrəti Ayşəyə radiyallahu anha öyrətmişdir. Həzrət Ayşə nəql edir. Allah Rəsulundan soruşdum. Ey Allahın Rəsulu, Qədr gecəsinə rast gəlsəm, necə dua edim? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla deyə dua et buyurdu. Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla deyə dua et buyurdu. Beləliklə Ramazan ayını əhya etmək üçün son 10 gündə olan Qədr gecəsini yaxşı dəyərləndirmək lazımdır. Əsl qul məqamına çatmaqda bu gecənin əhya edilməsi çox önəmlidir. Qədr gecəsi Allahın razılığını qazananların, yəni o gecəni əhya edib feyzindən pay alanların ömrünün üstünə 1000 ömür gəlir. Qədr gecəsi Allaha ən yaxın zamandır. Ramazan ayının son 10 günü yerinə yetirilən etikaf da həm Ramazan ayının, həm də Qədr gecəsini etibar edən son 10 günün Allahın razılığı istiqamətində dəyərləndirilməsində mühüm rol oynayır. Fitr sədəqəsini son 10 gün ərzində vermək daha məqsədə uyğundur. Bu, istər kölə, istərsə azad insan, qadın, yaxud kişi, uşaq və ya böyük olsun, fərqi yoxdur. Hər bir müsəlman üçün mükəlləfiyyətdir. Hətta valideynlər dəli və ya yetim övladları üçün də fitr sədəqəsi verməlidirlər. Bu sədəqə bayram namazından əvvəl verilməlidir. Sonraya saxlamaq doğru deyildir. Müsəlman olaraq bu ibadəti də böyük qənimət bilməliyik. Ramazan ayında yol verilən xətalar. Bu bölmədə Ramazan ayında yol verilən xətalara toxunmaq istərdik. Ramazan ayında Quranı xətm etmək hökm olaraq vacib sayılmasa da, görəsən ibadət həyatında bundan böyük laqeydlik varmı? İlin 11 ayı Qurandan uzaq vadilərdə gəzib dolaşan insanların heç olmasa Ramazan ayında Quranı xətm etməməsinə başqa nə ad vermək olar? Bu qüsura, bu ayrılığa, yadlığa Ramazanda son qoyulmayıb, başqa nə vaxt son qoyulacaq? Bəli, Quran ayı Ramazanda ən böyük xətalardan biri Qurandan uzaq olmaqdır. Onu xətm etmək, layiqincə oxumaq, təcvidi öyrənməyə çalışmaq, onu anlamaq üçün heç olmasa
Almalı həmdiyazarın təfsiri kimi təfsir qaynaqlarına baxmaq hər bir müsəlmanın borcudur. Bir yaxınımızdan gələn məktubu həyəcanla açıb oxuyuruqsa, niyə Allahın xitabını oxumağa, anlamağa çalışmayaq? Bəzi insanlar Ramazan ayında oruç tutsa da namaz qılmır və ya ancaq Ramazan ayında namaz qılırlar. Halbuki Allah Taala belə buyurur: əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayanlar üçün belə ətraflı izah edirik. Tövbə surəsi 9-11. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm isə namaz qılmağın iman, küfür məsələsi olmasına toxunur. İnsanla küfür və şirk arasında namazı tərk etmək dayanır. Vaxt çıxana dək yatıb namazı fövqdə verənlər heç də az deyil. Oruçdan daha əhəmiyyətli bir ibadət olan namazı tərk etmək nə deməkdir? Bu haqda düşünmək lazımdır. Allah Taala belə insanlara xəbərdarlıq edir. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar. Məryəm surəsi 19-59. Şeytanların zəncirləndiyi Ramazan kimi bir ayda belə haram işləyənlər var. Şeytanların zəncirləndiyi Ramazan kimi bir ayda belə haram işləyənlər var. Televizora baxmaq əslində zərərsiz olsa da bir çox kanalların insanı günaha batıran görüntülər verməsinə də şahid oluruq. Gecəsi gündüzü mahnı, musiqi və əyləncə ilə keçən insanlarımız da az deyil. Qeybət edənlərin, dükan bazarda gəzib dolaşan, Ramazan günlərini hədər edənlərin sayı kifayət qədərdir. Ramazan ayında yol verilən xətalardan biri də sübh əzanı oxunub, iqamə deyilənədək süfrədən çəkilməməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahuru gecikdirin deyə buyurarkən əslində sahur yeməyini sahur vaxtının axırına yaxın yeməyi tövsiyə etmişdir. Yoxsa bu hədisdə imsak vaxtından sonra da yemək nəzərdə tutulmur. Ramazan ayında yol verilən xətalardan biri də iftar və ya sahurda həddindən artıq yeyib içməkdir. Bəzi insanlar hamı kimi bir adamın orucunu, yəni öz orucunu tutur, amma 2 adamın payını yeyir. Bu cür yemək bir çox xəstəliklərə səbəb olmaqla yanaşı, heç bir ayə və ya hədisdə də tövsiyə edilmir. Yemək içməyin ölçüsünü Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm öyrənirik. Mədənin 1/3 yeməyə, 1/3 mayeyə ayrılmalı, qalan hissəsi boş saxlanılmalıdır. Ramazan ayında söz verilən ibadətləri acgözlüklə yerinə yetirib, çox keçmədən nəfsə məğlub olaraq həvəsdən düşmək bir növ şeytanın sağdan yaxınlaşması olub insanın əzmini qırır. Planımızda olan ibadətləri yerinə yetirərkən orta yolu tutmalı və gücümüz çatmayan yükün altına girməməliyik. Bu bizdə tənbəlliyə də səbəb olmamalıdır. Əslində, gücümüz çatan ibadəti birdən edə bilmərəm deyib tərk etmək də öz-özlüyündə bir xətadır. Bu məsələdə daima orta yolda olub, tarazlığı saxlamaqda əsas meyar hər kəsin öz vicdanıdır. Bir göz qırpımında keçən bu əvəzsiz günləri çox gözəl və səmərəli dəyərləndirmək naminə nəfsin cilovunda möhkəmcə yapışmaq və sözün əsl mənasında qətiyyətli olmaq lazımdır. Elmihal kitabları açıq aydın göstərir ki, Ramazan ayında oruç tutmaq kimlərə fərzdir, kimlərə qeyri-fərzdir. Oruç tutmaq fərz olmasa da, nəfsinə əziyyət verən insanlar da var. Orta yol Quran yoludur. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm tövsiyə etdiyi həyat şəklidir. İnsan bilə-bilə özünü təhlükəyə atmamalıdır. Allah Rəsulü sallallahu aleyhi və səlləm həyatı boyunca ümmətini ifrat və təfritdən çəkindirmişdir. Orta yola riayətlə bağlı bir nümunə verək. Səhabə Abdullah ibn Amr bin Əz bütün ili bayram günləri istisna olduqca oruçlu keçirirdi. Allah Rəsulü bundan xəbər tutub ondan soruşdu. Bütün ili oruçlu keçirən sənsən? Bəli, ya Rəsulallah. Xeyr, elə etmə, təkcə bazar ertəsi və cümə axşamı oruçdur. Ey Allahın Rəsulü, mənim daha artığına gücüm çatar. Bu israrın qarşısında Allah Rəsulunun tövsiyəsi belə olur.
Elə isə bütün ili oruçlu keçirmə. Bir gün ye, bir gün tut. Bu Davud əleyhissalamın orucudur və Allah qatında ən məqbul nafilə oruc sayılır. Abdullah bin Əmr daha çoxuna gücüm çatar deyib sözlərini tamamladı. Allah Rəsulunun sallallahu aleyhi və səlləm huzurunda son sözü bu olduğuna görə ömrünün axırına kimi bayram günləri istisna daim oruç tutdu. Lakin son günlərində Peyğəmbərimizin tövsiyəsinə əməl etmədiyinə görə peşman olmuşdu. Kaş Allah Rəsulunun sözünə qulaq asaydım. O gün boynuma götürdüyüm mükəlləfiyyəti yerinə yetirməyə gücüm çatırdı. Halbuki indi çox çətinlik çəkirəm. Amma onun huzurunda dediyim sözə əməl etməyə bilmərəm. Ona görə bu hala dözürəm. Cünub, qüsur pozulmuş halda yuxudan qalxandan sonra orucun pozulub gümanı ilə həmin gün yeyib içmək. Halbuki cünub halda yuxudan qalxmaq orucu pozmur. Qüsl alınıb oruc davam etdirilir. Sahur yeməyini mümkün qədər sahur vaxtının sonuna yaxın yemək və iftar yeməyini də gecikdirmədən orucu açmaq Peyğəmbərimizin sallallahu aleyhi və səlləm tövsiyələrindəndir. Buna görə də iftar vaxtı əvvəlcə iftar açmaq, daha sonra axşam namazını qılmaq daha məsləhətlidir. Həmçinin imsak vaxtının qurtarması ilə əzanı və iqaməni gözləmədən sahur yeməyini yekunlaşdırmaq lazımdır. Oruçlu olduğunu unudaraq bir şey yeyəndən və ya içəndən sonra orucun pozuldu deyə deyib, yeyib içməyə davam etmək və ya hər halda qəzasını tutacağım deyib o gün oruç tutmamaq da xüsusən Ramazan ayında yol verilən xətalardandır. Belə hallarda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm orucu tamamlamağı əmr edir və yedirib içirən Allah olduğunu buyurur. Ramazan gecələrində cinsi münasibətdə olmağın Ramazan orucuna xələl gətirməsi kimi yanlış inam da mövcuddur. Halbuki Allah Teala oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin nəfsinizə qarşı zəiflik göstərəcəyinizi bildiyi üçün sizə lütf etdi. Artıq siz onlara yaxınlaşıb Allahın sizin üçün yazdığı şeyi diləyin. Bəqərə surəsi 287 buyurur. Təbii ki, bununla yanaşı Allaha ən yaxın zamanda Ramazan kimi bir ayda ibadət qənimət sayılan günlərdə xeyir bərəkətin leysan kimi yağdığı anlarda yaxınlıq etməyib bütün vaxtını ona həsr edən möminlərə də heç bir irad tutmaq olmaz. Oruçlu vaxtı dəstəmaz və qüsl alarkən ağza və buruna həddən artıq su vermək də edilən səhvlərdəndir. Bunu bilavasitə Allah Rəsulü sallallahu aleyhi və səlləm bildirmiş və suyun boğaz və ya burundan içəri qaçma ehtimalı olduğuna görə belə etməməyi tövsiyə buyurmuşdur. Həmçinin qəsdən qüsul almayıbsa oruç pozulmur. Həmçinin qəsdən qusulmayıbsa oruç pozulmur. Qeyri-iradə olaraq qusanlar orucuna davam etməlidir. Təravih namazlarında, məscidlərdə körpələrin və əzyaşlı uşaqların səs-küyü namaz qılan hər kəsə, hətta imamın qiraətinə də mənfi təsir edir. Buna görə də belə azyaşlı uşaqları və körpələri olanlar bu məsələyə diqqət etməlidirlər. Eyni zamanda uşaqlarımızı məscidlərə alışdırmalıyıq. Onları təravih və digər namazlara xüsusən də Ramazan ayında aparmalıyıq. Övladlarımızı məscidə alışdırmaqla yanaşı çalışmalıyıq ki, onlar namaz qılanların huzur və xuşusunu pozmasınlar. Bu iki məsələ arasında incə tarazlığı gözləsək, uşaqları məscidə aparmaqda da heç bir problem olmayacaq. Məscidlərdə ucadan danışmaq da yanlış hərəkətdir. Məscidlər namaz və digər ibadətlər üçün istifadə edilir deyə bilərik ki, bu ibadətlər zamanı insanların mənəvi huzurunu pozan, onları narahat edən hər şey yanlışdır. Ramazan ayında ciddi xətalardan biri də təravih və digər ibadətlər üçün məscidə gələn valideynlərin oğlan və qız övladlarını özləri ilə gətirməməsidir. Ədəbini öyrətdikdən sonra onları da məscidə gətirməyə kim nə deyə bilər? Heç kim buna etiraz etməmişdir. Uşaqlarımıza dini bilikləri öyrətmək üçün yaxşı fürsət olan Ramazan ayında onları da namaza gətirməli və dini yöndə tərbiyə, müntəzəm olaraq dini yolda tərbiyəni də verməliyik.
Təravih namazlarının çox sürətlə tələm-təsik qılınması da Ramazanda yol verilən xətaların arasında sadalana bilər. Təravih namazı qılınarkən istər qısa surələr olsun, istərsə də xətm oxunsun, ayələr tərtillə oxunmalı və tədili ərkana riayət edilməlidir. Yoxsa yarış kimi ayələri çox sürətlə oxumaq, rükü və səcdələri necə gəldi etmək, yola vermək qətiyyən doğru deyil. Əfsuslar olsun ki, son illərdə cəmaət arasında qırıcı imamlar peyda olmuşlar. Təravih namazının ciddiliyinə və sağlamlığına xələl gətirən mənzərələr sərgilənir. Möminlər bu məsələdə təmkinli olmalı. Təravih namazında ayələrin tərtillə oxunmasına və namazda tədili ərkana riayət olunmasına diqqət yetirməlidirlər. Zəkat sədəqələri hər il eyni yerə vermək və ya varlı olub olmasına baxmadan zəkat və sədəqəni həmişə eyni ailəyə vermək də əsasən Ramazan ayında yol verilən xətalardandır. Xüsusilə zəkat verilən insanı buna ehtiyacı olmalıdır. Kiməsə ehtiyacı olub olmadığını bilmədən verilən mal və ya pul zəkat hesab olunmur. Belə hallarda zəkat verənlərin köməyə ehtiyacı olan tələbələrə yaxud şagirdlərə yardım əlini uzatması zəkat hökmünə keçir. Bu bölümün də sonuna gəldik. Hələlik sağ olun, salamat qalın.